Salam, deməli danışırıq Qaraqoyunlu dövləti və yaxud da Baharlılar dövləti haqqında. Bayram Xoca Qaraqoyunlu bəyliyini yaradır, mərkəz Van olur. Oğlu Qara Məhəmməd feodal hakimliyini yaratmışdır. Qara Məhəmməd hətta Cəlalilərlə dostluq münasibətində olmuşdur. Cəlali Sultan Əhmədlə. Hakimiyyətə gəlir Qara Yusif. Qara Yusif də Sultan Əhmədlə dostluq əlaqəsi yaradır. 1394-cü il Bağdad döyüşündə Teymurla döyüşsələr də Teymura məğlub olub. Misrə gedirlər ki, Misirdən kömək götürsünlər Teymurla mübarizə aparmaq məqsədi ilə. Lakin Teymurun göstərişinə onlar Misirdə həbs edilir. Sonradan Teymurun ölümündən sonra onlar Azərbaycana qayıdır. 1406-cı ildə Araz sahili döyüşündə, 1408-ci il Sərdurud döyüşündə Qaraqoyunlular Teymuru əvvəlki məğlub edirlər. Sərdurud döyüşünün nəticəsində Teymurlar Azərbaycandan qovulur. Sonradan Qaraqoyunlu Cəllalilər arasında münasibətlər pisləşir. Qaraqoyunlu dövlətinin daha da qüdrətlənməsi, Həmədan yaylasını Sultan Əhmədin istəməsi münasibətləri pisləşdirir və 1410-cu ildə Əsəd döyüşü olur. Əsəd döyüşündə Qaraqoyunlu dövləti Cəlalilərə qalib gəlir, daha doğrusu Qaraqoyunlu tayfası və nəticədə yaranır Qaraqoyunlu dövləti. Cəllalilər dövləti isə süqut edir. Qaraqoyunlu dövlətini yaradır Qara Yusif, oğlu Pirqudağı Sultan elan edib onun adından dövləti idarə edir. Hərbi islahat keçir, feodal əyanlarına çoxluca soyurqal adlanan irsi torpaq paylamışdır. Sonradan ümumiyyətlə Qaraqoyunlu dövlətinin əhatə etdiyi ərazilər İran, İraq, Şərqi Gürcüstan, Anadolu torpaqları olmuşdur. Şirvanşahlarla münasibətlər kəskinləşir. Çünki Cəlalilərlə Qaraqoyunlular arasında döyüş olan zaman Şirvanşahlar Cəlalilərə kömək eləyir. 1407-ci ildə 1-ci İbrahim Dərbəndinin Şərqi Gürcüstanı tutması münasibətləri daha da kəskinləşdirir. 1412-ci ildə Kürd döyüşü baş verir. Qaraqoyunlu və Şirvanşahlar arasında. Qaraqoyunlular qalib gələrək Şirvanşahlar İbrahim Dərbəndini asfala salırlar. Deməli, Sultan və Qəzvini ələ keçirməsi Teymuri Şahrıxla Qara Yusifin münasibətlərini pisləşdirdi. Həm də Şahrıxın Qaraqoyunlu kimi güclü dövlətin Azərbaycana yaranmasını qəbul etmək istəməməsi münasibətləri kəskinləşdirdi. Qara Yusifdən sonra hakimiyyətə gəlir oğlu Qara İskəndər. Qara İskəndər 1421-ci il Alaşkert, 1435-ci il Təbriz döyüşündə Teymuri Şahrıxa məğlub olur. 1436-67-ci illərdə Qaraqoyunlu hökmdarı olur Cahanşah. Cahanşah 1447-yə qədər Teymurlərin vassalı kimi, Teymuri Şahrıxın vassalı kimi dövləti idarə edir. 47-ci ildə Şahrıxın ölümündən sonra müstəqil siyasət yürüdür. O, hərbi islahat keçirir, iri tacirlərə, oturaq əhaliyə arxalanır. Bu islahatların nəticəsində dövlət daha da qüdrətlənir. 15-ci əsrin 50-ci illərində Yəzd, Kirman, İsfahan kimi ərazilərdə tutaraq 1458-ci ildə Teymurlar üzərində yürüş edir. Teymur Əbu Səidi məğlub edir, lakin oğlanlarının deməli, üsyan qaldırması Cahanşaha qarşı geri çəkilmə məcburiyyətində qalır. 1459-cu ildə Herat müqaviləsi ilə Cahanşah Teymuri Əbu Səiddən təzminat alaraq geri çəkilir. 1467-ci il Muş döyüşündə Ağqoyunlu nümayəndəsi Uzun Həsən Cahanşahı öldürür və son hökmdar olur Həsən Əli. 1468-ci ildə Uzun Həsənin hücumu nəticəsində Həsən Əli məğlub olur, Qaraqoyunlu dövləti süqut edir. Nəticədə yaranır həmin ərazidə Ağqoyunlu dövləti. Qaraqoyunlu mövzusu bundan ibarət idi. Sağ olun.